Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzacanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Aparıcınız mən 5-ci B sinif şagirdi Əzizli Xədicə. Mövzumuz 33 il bundan əvvəl baş vermiş Ağdaban faciəsi ilə bağlıdır. Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri Ağdaban faciəsidir. 1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən faciə əslində bir günün hadisəsi deyil, 200 ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən Azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı idi. 1992-ci il aprelin 8-də erməni silahları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 az yaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşinin əl yazmaları məhv edilib. Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin, Qaradağın kəndində, Xocalıda Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə Azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam beynəlxalq humanitar hüquq normalarına kobud şəkildə pozub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar, az yaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Ağdaban kənd sakinləri bölgə müxbiri ilə söhbətində 33 il əvvəl törədilən faciə haqqında danışıblar. Tərtərdə məskunlaşan kənd sakini Yaşar Mamedov illər keçməsinə baxmayaraq həmin dəhşətli günün heç zaman unudulmayacağını deyir. Ağdaban kəndində törədilən faciədən uzun vaxt keçsə də ermənilərin vəhşilikləri biz şahidlərin heç zaman yaddaşımızdan çıxmayacaq. Bəşər tarixində belə vəhşilik görünməyib. Bunu ancaq ermənilər törədə bilər. Mən çoxlu kitab oxumuşam, filmlərə baxmışam, amma ermənilərin törətdiyi vəhşilikləri görməmişəm. Yaşar Mamedov o dəhşətli günləri belə xatırlayır. Həmin gecə cavanlarla birlikdə kəndin keşiyində dayanmışdım. 13-14 nəfər olardıq. Müdafiəni ancaq kənd sakinləri təşkil etmişdi. Silahımız demək olar ki, ov tüfənglərindən ibarət idi. Səhərə yaxın yola çıxanda ermənilər tərəfindən işıq gəldiyini gördüm. Meşələrdə pusqular qurmuşdular. Kəndi tamamilə mühasirəyə alıb bütün sakinləri məhv etmək istəyirdilər. Lakin biz də orada durmağımız, onların gəlişini hiss etməyimiz və atışmanın başlaması kənd əhalisinə duyğu saldı. Gəlişini hiss etməyimiz ermənilər kəndin bütün yollarını tutmuşdular. Kənd sakinlərinin erməniləri bilmədikləri bir cığırla çıxa bilmişdi. Kəndin avtomobil yolunu da tutmuşdu. Ermənilərin kəndə köməyə gələn bir maşını qumbaratla məhv etdilər. Düşmənin silahları bizimki ilə müqayisədə dəfələrlə çox idi. 4 zirehli texnika bizim üzərimizə gələndə mən və 3 yoldaşım meşəyə girdi. Erməni quldurları orada 4 nəfəri güllələyib öldürdülər. Səhəri gün həmin yerə qayıtdım və dəhşətli mənzərə ilə rastlaşdım. Güllə ilə öldürdükdən sonra 2 nəfərin qarınlarını yarıb daxili orqanlarını çıxarmış zirehli texnika ilə üstlərindən keçmişdilər. Digər 2 nəfər isə öldürəndən sonra avtomatla ağızlarına atmışdılar. Kəndin digər sakini Mərdan Kərimov faciə baş verən günü belə xatırlayır. 1990-1992-ci illərdə erməni təcavüzcü genişlənirdi. Qarabağdakı Azərbaycanlılar yaşayan kəndlərdən bir-bir işğal edilirdi. Bilirdik ki, ermənilər bizim kəndimizə də hücum edəcəklər. Odur ki, kəndin cəmaatı növbə ilə kəndi müdafiə edirdilər. Mən də aprelin 7-sində gecə kəndin müdafiəsi üçün növbədə idim. Ermənilərin Sarı dağın arxa hissəsindən keçib
dağı götürmüşdülər. Bizim heç nədən xəbərimiz yox idi. Səhər açılanda biz Ədil bəyin bulağı deyilən yerdə toplaşdıq. Mən o zaman məktəbdə müəllim işləyirdim. Dedim ki, dərsin vaxtıdır. Mən kəndə gedirəm. Qiyas adlı oğlan və mən kəndə doğru 20 metr yaxınlaşmışdıq ki, ermənilər bizi hər tərəfdən atəşə tutmağa başladılar. Biraz qaçdıqdan sonra yerə yıxıldım. Gördüm ki, dağın başının ortasında və bizə yaxın istiqamətdən atəş açırlar. Təpəni aşanda qiyası vurdular. Namaz qayasının arxasına keçəndə gördüm ki, kürəyindən yaralanıb. Artıq ermənilərin tankları və əskərləri kəndə girmişdi. Turşuyunun talasına çatanda ermənilər yenə məni atəşə tutdular. Kəndə gedə bilmədim. Kənddən evimizdən xəbərimiz olmadı. Yaxşı ki, atışmanın səsini eşidən kənd cəmaatı bir cığırla çıxa bilmişdilər. Ermənilər kəndi yandırmış, çıxa bilməyən sakinləri isə vəhşicəsinə öldürmüşdülər. Bu vəhşiliyi mən heç vaxt unuda bilmirəm. Xocalı faciəsinə bərabər bir faciə idi. İnsanlığa sığışmayan bu vəhşiliyə ermənilər törətmişdilər. Təəssüf ki, ermənilərin törətdikləri faciələr hələ də beynəlxalq aləmdə əsl hüquqi siyasi qiymətini tapmayıb. Cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməyib. Ailə üzvlərini, yaxınlarını, yurd yuvasını itirərək köçkün həyatı yaşamağa məcbur edilmiş Ağdabanlılar, Xocalılar, Qaradağlı, Ballıqaya meşəli sakinləri kimi uzun illərdir faciəni törədənlərin layiq olduqları cəzanı alacaqları günü gözləyirlər. Dəyərli radio dinləyicilərimiz, bizi ayrılan efirimizin sonuna gəldik. Gələn radio efirlərində görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.